Hər vaxtınız xeyir, əziz izləyicilərim. Bugün sizə yeni bir maraqlı vlog çəkəcəm. Yanımda Fira var. Fira, Salam, herkes. Bugün Aysunun son zəngidir. Aysun da bizim evin balacasıdır. Gedirik. Son beşiğimiz. Son zəngidir. Gedirik onun son zəngindən. Mini buket almaq istəyir. Simbolik olarak. Simvolik olaraq. Aysun gülləri sevmir, amma biz istəyirik yenə də Eli boş getmir de yani. simvolik olaraq buna gül alaq. Sonra da gedirik məktəbə saatda 7-dən oyanmışıq. Ben de hatta daha şey zaman. Aysunun saçını düzəltdik. Aysu artık məktəbdə yola salmışıq orada çünkü çəkiliş gedir. Onların çəkilişi var. Biz də hələ indi gedirik. Sizə babam evin yanında olan mağazinləri göstərəm. Fərqli kafe shoplar var. Fərqli gözəl mağazinlər. Çox gözəl mağazinlər var. Yəni çıxıb burada məsələn alış-veriş eləmək çox belə rahatdır. Nə istəsəniz elə burada var. Babam gənclik tərəfdə qalır. Burada Atatürk parkı da var. Burada da shoplarda gəzdirmək çox gözəldir. Buraya geldik. Güle bakacağız. Biz bir şey istiyoruz. Böyle bir amaşkalı buket yıldırdık. Bence çok güzel. Məzun günü üçün əladır. Əladır. Yani. Qiymətdə yaxşıdır. İstəyirsən oranın şəklini çək. Çektim başta yani. Ama çok güzeldi yani. 15 manada yığdı. Aha, 15 manada Ama yığdı. 15 manada çok pahalı bir buketti. Getdik biz çok deməsin, kaçtık. Məktəbə yaxınlaşırıq. Bu məktəbdə mən də 2 il oxumuşam, 10-11. Demək olar ki, Aysunun 1-ci sinifə mən mama papa aparmışdıq. Mən tez gəldim, Aysunu qoydum, sonra qaçdım 1-ci kursa. Amma indi Aysun məktəb son zənginə. Bacımla gedirik onu qarşılam. Nədə deyirlər onu düzgün? Təbrik etmək. Nə? İştirak etmək. Belə fontan var idi məktəbin yanında. 102 nömrəli məktəb. Bilmirəm, məktəb müəllimlər məni tanımırlar. 11 F-dir. Bilsən niyə mənə də qaldı? Lent üstündə yazılmışdı. Burada baxın. Uşaqlar nə gözəl. Mən də elədi ki, durur koftam. Uşaqlar sinif yoldaşlarım yazmışdı. Sarıçka. Məktəbinizin həyatına. Dönməz müəllim, hərbi rəhbərimiz. Buyurun sizə uğurlar. 11 sinifə. Lətafət müəllimə. Buyurun. Harika.
yarışın sonuncu zevk. Əziz valideynlər, əziz şagirdlər, əziz məktəb müəllimlərimiz, hörmətli qonaqlar, hər birinizi bu gün münasibətilə ürəkdən təbrik edirəm. Əziz məzunlarımız, 11 il ağrılı, acılı, əzablı, cəfalı günləri geridə qoyub artıq bu gözəl, xoşbəxt günə qovuşmuşuq. Hər birimizin bu gündə bu səviyyəyə gəlib çatmağımızda böyük zəhməti olan müəllimlərimiz var. Bu ilki məktəb məzunlarımızın arasında 600-dən yuxarı bal yığan məzunlarımız, 9-cu sinif şagirdləri arasında buraxılış imtahanı nəticələrinə görə ən yüksək nəticəni göstərmiş 300 ballı olan şagirdimiz var. Əziz şagirdlərimiz, bu uğur münasibətilə sizi hər birinizi təbrik edirəm. Bugün müstəqil həyat adını qoyursunuz. Bu müstəqil həyatda inşallah hər bir yolunuz işıqlı, güneşli, aydın, aman olsun. Bu il hər birinizə tələbə adlı, valideynləri sevindirmək, məktəbimizi sevindirmək üçün qazanacağımız ən yüksək adları arzulayıram sizə. İnşallah hər birimizin xoş günü bizim xoş günümüzdür. Daim səsiniz ucalardan gəlsin. Sizi qonağımız Nicat bəyin adından da təbrik edirəm. Nicat müəllim xüsusi təbriklərini sizə çatdırır. Yeah.
Zəhra 11B. Gəl görün. Həzər, oradasın, gəl görün. Ayda, buyurun. Məktəbimizin dil yaşarıdır bu. 11-cilərimizin oğulları, yəni bu il 150 nəfərdən, haradasa 50 nəfərə yaxın, 200-dən yuxarı bandırır. Məzunlarımızın arasında ali məktəbə, xarici ölkələrin ali məktəblərində daxil olanlar var. 600-dən yuxarı bandırmayanlar var. Məktəbimizin növbəti dil yaşarı əminli əllərdədir. Nəmi də istəyərsiniz? 11-cilər, 10-culara. Və yaxud 10-cular 11-cilərə. Teşekkürler her birinize. Dediyse artık bu zamanın tələbidir. Son dersimizde bugün son zəngi çalarım. Son zəng. Son zəngi çalmaq üçün dəvət olunurlar 11-ci sinif şagirdləri. Tahir 1-ci sinif şagirdi Elman. Sarxan 11-ci sinif şagirdi. Nilay 1-ci sinif şagirdi. Harun 1-ci sinif şagirdi. Və Murat İsmailov 11-ci sinif şagirdi. Bayrağa aparanlar Teymur. Bu gün çalınacaq bu adi zəng deyil. Bu uşaqların sonu, gələcəyin başlanğıcıdır, yetisizlər. Əziz valideynlər,
Gedirik evə. Bitti. Son zəng. Məzunlar burada. Təbrik edirik. Bacımla bir yerdə. Gedirik evə. Yorulduq. Çok istiydi, dəhşət istiydi. Bu günlər də bizə qaldı. Bizi uşaqlar evdə gözləyir.